Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Parkı görürsünüz də, 7 saylı məktəbdədir, buradadır. 2-3 dəqiqə məsafədə. Bir dənə ev sizə təqdim edəcəm. Küçəni göstərirəm sizə. Enlik küçəsi var, maşın saxlamağı yeri də var. Burada boşluqdur. Heç. Görürsünüz enlidir. Bax, söhbət bu evdən gedir. Bu həyət evindən gedir. Keçək evi göstərək sizə. 3 otaqdır, hörmətli izləyicilər. 58.000 manata. Ya Allah. Belə bir həyəti var. Kürsülüdür. Su başan yer deyil, hörmətli izləyicilər. Yəni ki, neçə dənə yağışlar yağdı. Burada göstərirəm ki, bura kombi üçündür. Köhnə tikili evdir. Köhnədəndir, belə deyək. Arası bir 15 ilin tikilisidir. Keçək evin içinə, hörmətli izləyicilər. Belə bir geniş holu var. İşıqları da yandıraq. Solda bizdə sanitar qovşağıdır. Solda bizdə sanitar qovşağıdır. Göstərək. Bir dənə işıqları yandıraq. Yaddan çıxdı. Qəşəng görsənsin. Giriş hissəsi var, belə genişdir. Gördüyünüz kimi. Kürsülüdür, 3 daş kürsülüdür. Buna da istəsəz, ya kladovka kimi, ya uşaq otağı da edə bilərsiniz, balaca. Yəni ki, buna ev yiyəsi öz açıb, qabaq da belə idi. Haradan başlayaq? Keçək sol tərəfdən. Burada bir yataq otağıdır. Görürsünüz, opşi. Belə göstərim. Yəni, əmişlik falan da yoxdur burada, gördüyünüz kimi. Bura belə geniş holudur. Burada qonaq otağıdır. Belə bir qonaq otağı var. Kondisioner. Buranı opşi göstərək. Qiymət dediyim kimi 58.000 manatdır. 3 otaqdır. Parkın arxa hissəsindədir. 7 saylı məktəbin yaxınlığında da belə deyək. Bura uşaqlar üçün nəzərdə tutulub. Bir də belə də yataq otağı var. Görürsünüz, işıqlıdır. Küçəyə baxır. Burada mətbəx hissəsidir. Təbii ki, mətbəx mebeli, kondisioner, kombi, bunlar hamısı qalacaq, qiymətə daxildir. Cüzi endirimdə olacaq, narahat olmayın, əsas gəlin evi baxın. Sənəddə müqavilədir. Qiymətləndirmədə belə deyək. El arasında bələdiyyə deyirlər, o sənədlə olacaq. Qaz, su, işıq, hamısı notarial qaydada keçəcək adınıza. Gəlin, baxın, əlaqə nömrəsi profildədir. Kim alsa, Allah xeyrin versin. Allah hər kəsə ev qismət eləsin. Hələlik bu qədər. Sağ olun.